Görüşməyin sözü ilə bağlı doğru fikri seçin. Tam doğru cavab istəyir. Felin əmr şəklindədir. Bu söz görüşməyin sözü həm siz görüşməyin mənasında işlənə bilir. Burada əmr şəklində ola bilər. Amma sənin görüşməyin məsdər və mənsubiyyət şəkilçisi kimi düşünmək olar. Deməli, baxaq, felin əmr şəklindədir, səhvdir. Çünki məsdər kimi də düşünmək olar. İn şəkilçisini iki cür düşünmək olar. Elə cavab B variantıdır. Çünki sənin görüşməyin olanda sənin görüşmək və in mənsubiyyət olacaq. İn burada mənsubiyyət kimi düşünmək olar. Amma siz görüşməyin olanda isə əmr şəklində düşünmək olar. Ona görə cavab B variantıdır. C. Məsdər formasındadır. Məsdər kimi də düşünmək olar. İnkar şəkilçisi kimi də. İn şəxs sonluğudur. Şəxs sonluğu da kimi düşünmək olar. Mənsubiyyət şəkilçisi kimi də düşünmək olar. Y. Məsdər şəkilçisindən sonra mənsubiyyət şəkilçisi gəldiyi üçün q samitı ixtisar olunmuşdur. Yenə dediyimiz kimi bu mənsubiyyət kimi də düşünmək olar. İnkar şəkilçisi kimi də düşünmək olar. Və cavabımız B variantı.